Sabah rejimə düşəndə deyəcəksiniz ki, dizel maşındır, nə bilim, problemdir, gedin benzin alın. Bu gün də sürəndə təbii ki, rejimə düşəcək, boğulmalar olacaq. Onun üçün vaxtında hava sistemi təmizləmək lazım. Buranı çək bir dənə, gör nə gündədir, bura bax. Hələ bu bir hissəsi də. Zaslonkaya gətirsək bir dənə, buna bax. Bu zaslonka nə qədər işləsin? Bu maksimum 1 aya 10 günə sıradan çıxacaq. Çünki maşın sönəndə bu zaslonka bağlanır. Sonra açılır, havanı kəsir ki, maşın rahat şəkildə sönsün, drajenli vermədən sönsün. Bu naqarara gedib dəyəndən sonra düzgün bağlaya bilmir, burada şestrina var, qırılır. Yəni, ən ucuz başa gələn detal hələ zaslonkada 300-350 manata başa gəlir, xarab olsa. Yəni, mütləq şəkildə bu hava sisteminə əl gəzdirmək lazımdır. Samavarı, bunun içindən çıxan qurumlar, hamısı gedir, görsünüz nə gündədir. Qoy bir dənə buna hava da vurayım. Təsəvvür elə, hələ bir dəfə hava ilə bunun için təmizləmişik. Buna bax. Görsünüz nə gündədir. Yəni, bu cürünə sürəndə bunun içindəki qurum gedir, DPF-i tutub. DPF-dəki 1000-1500 manatdır. Heç kim onu təmir elətdirmir. Sabah gəlib ləğv elətdirəsiniz, maşından nəsə əskiləcək, standartlar pozulacaq. Və yaxud YGR sıradan çıxacaq. Çünki bu bir mənalı şəkildə YGR-in soyuducusudur. Yəni, bunun iş prinsipi YGR-i soyutmaqdır. Bunun içi bu gündə olandan sonra da YGR-i soyuda da bilmir. İçindən keçən YGR-in havası da düzgün şəkildə keçmir. Sonra maşın rejimə düşür, rejimdən çıxır, yanacaq sərfiyyatı çoxalır. Mütləq şəkildə bu hava sistemini təmizləmək lazımdır. Gətir sepin çəkim. İşığı gətir bura. Görün sepi nə qədər uzanıb elə. Sep görün nə qədər uzanıb. Buna bax. Görsünüz. Yəni, bu vəziyyətdə sürəndə bu başmaqların yiyintisi, qırığı hamısı gedir karterə, kəfkirin ağzına. Nəticədə nə olur? Sistemdə yağlanma düzgün şəkildə getmir deyə motoru sabah stuk da eləyə bilər. Bax, görürsünüzmü? Motorun içinə bax hələ bir dənə. Bura bax. Bərbad vəziyyətdə. İndi biz bunu nə edəcəyik? Orijinal sep başmaqla sepin dəyişib 100.000 zəmanət verəcək. Və ən əsas məsələsi də motorun içini indi gör nə cür təmizləyəcək. Videoda hamısını sizə göstərəcəm. Videonun sonunda. Sona qədər izləyin. Get kollektorun yerində çək. Hətta buraları da təmizlənir. Görürsünüz, klapanların yerinə kimi təmizlənir. Bu işə də ikisi bir yerdə. Sep dəyişimi ilə kollektorun təmizlənməsinə endirim eləmişik. Yəni, kiməsə maraqlı olsa, səhifədə əlaqə nömrəmiz var. Əlaqə saxlasın, qiymətini deyə. Belə yəni burada deməyəcəm. Amma yəni çox sərfəli qiymətə. O da ki, bir həftə. Bir həftədən sonra dayı zəng eləyib deməyin ki, bu işi o qiymətə görə kampaniya keçsə də yəni olmayacaq. Bağla.